Programımızın əvvəlində qeyd etdim ki, bugün Arihidim.az saytının heyəti buradadır. Əslində bir qrup heyəti buradadır. Bütün əməkdaşlar təbii ki, studiyamıza gəlməyiblər. Amma bugün önəmli bir gün olduğuna görə onları proqramımıza dəvət etmişik. Mən hər zaman söyləyirəm ki, Arihidim.az saytı bizim çıxış yolu proqramının, sosial proqramımızın media dəstəyidir. Hər zaman diqqətinizə çatdırıram ki, Azərbaycanda və ya xaricdə baş verən ən son yeniliklərdən xəbər tutmaq istəyirsinizsə, Arihidim.az saytından bu xəbərləri əldə edə bilərsiniz və saytın rəhbəri də bizim çıxış yolunun daimi eksperti, beynəlxalq hüquq eksperti olan İsmail müəllim Zalovdur. Hər zaman burada İsmail müəllimə salamlarımızı yetiririk. İsmail müəllim, bugün saytın bir yaşı tamam olur. Düz bir ildir ki, Azərbaycan mediasında Arihidim.az saytı artıq belə deyim, izləyicilərin, tamaşaçıların, oxucuların diqqətindədir, diqqət mərkəzindədir. Hamı xəbərləri oradan izləyir. Nurani xanım, təşəkkür edirəm. Ancaq xahiş edirəm, bunu incimir, məcburam. Siz də Arihidim.az saytının baş redaktorusunuz. Mən də onu özüm demədim də. Mən onunla fəxr edirəm ki, Arihidim.az saytının baş redaktoru Nurani xanımdır. Nurani xanım, bilirsiniz nətər? Jurnalistika ayrı şeydir. Peşə çox gözəl, müqəddəs peşədir. Allah sizin qələminizə güc, qüvvət versin. Mən hüquq ekspertiyəm, hüquqşünasam. Mən nətər deyə bilərəm ki, mən jurnalistəm. Saytı da idarə edən... Jurnalistlərdən faalsınız, ha? Bəli. Maşallah, Avropa ölkələrində olanda, Avropa ölkələrində olanda tez-tez bizə də qoşulur da, verilişini görürük. Bəli. Nurani xanım, xahiş edirəm, bu gülü qəbul edərdiniz. Təşəkkür edirəm, təşəkkürlər. Siz baş redaktor olaraq biz sizə tabiyik. Nətər deyərlər ki, təbii ki, Arihidim.az saytı bir il fəaliyyəti oldu bugün və bir yaşı tamam oldu. Arihidim.az saytı açıqlaması da Azərbaycan Respublikası hüquqi dövlətdir. Bəli. Mən bir Azərbaycan Respublikasının vətəndaşı olaraq fəxr edirəm ki, kollektivimiz həqiqətən də güclü bir ailəyik. Və mən də ötəmə düşən bu işi həm Azərbaycanda, həm Avropa ölkələrində, Avropa parlamentində, Avropa İnsan Haqları Məhkəməsində, AŞPAD-da da bir hüquq eksperti olaraq, sayt rəhbəri olaraq Azərbaycan dövlətimi, dövlətçiliyimi müdafiə edirəm. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən fəxr edirəm ki, həqiqətən də, məsələn, bizim kollektivdə Əhməd müəllim, polis əməkdaşı olub. Bəli, polis polkovniki. Polkovniki,